Bu yaşadığın dünya bir imtihan yeridir. Qəbul etsən də, qəbul etməsən də, dünyada iki seçimin vardır. Birinci yol, Allaha ibadət edib, onun əmrlərinə tabi olar, Allaha heç nə şərik qoşmadan ölərsən, bu halda ahirətdə Allahın vəd etdiyi cənnəti qazanarsan. Burada istədiyin hər şey vardır. Bu dünyanın cənnəti, ahirət cənnətinin yanında zərrə qədər belə dəyərə malik deyil. İkinci yol, Allaha itaat etməyib, bu dünyada istədiyin kimi yaşayarsan. Lakin bu zaman şeytanın və nəfsinin qulu olarsan. Belə ölsən səni çox çətin bir hesab gözləyir və Allahın vəd etdiyi cəhənnəmə daxil olarsan. Ora çox dəhşətli bir yerdir və orada əbədi əzab içində qalarsan. Necə ki Allah Teala buyurur, mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. Zəriyyət surəsi 56-cı ayə. Əgər Allahın əmrlərinə tabi olsan, sən imtihanı keçmiş olarsan. Amma tabi olmazsan, səni çox çətin bir hesab gözləyir. Bundan Allaha sığınıram. Allah bizləri haqq hesab günündə öz rəhməti ilə bağışlasın.